Suraxanı rayonunda fəaliyyət göstərən 275 sayılı məktəbdən şikayət var. Valideyn övladının oxuduğu məktəbdə sinif yoldaşı tərəfindən döyülməsi ilə bağlı qaynar xəttimizə görüntü göndərib. İddia edir ki, oğlunu döyən şagird məktəbdə dəfələrlə belə hadisələr törədib. Məktəb rəhbərliyi isə bütün bu faktları gizlətməyə nail olub. Bir dənə də zəhmət olmasa direktor. Bir dəqiqə gözləyin. İndi burada konsert gedir. Paytaxt sakini Ayda Şükürova iddia edir ki, 275 saylı məktəbdə oxuyan oğlu sinif yoldaşı tərəfindən döyülüb. Hadisə məktəbin sanitar qovşağında baş verib və övladı xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Oğlu üç yerindən çıxmışdı. Prosta uşaq bizə həmən gecə demədiyi üçün biz düşündük ki, bu yıxılıb. Dedi, birinci yıxılmışam. Döyüldüyünü boynuna almadı. Ona görə atasının babası bunu sınıqçı yapardı. Uşağımın bədəndə ağrılar olduğu üçün Sabunçu xəstəxanasına aparmışıq gecə ilə. Şahidçinin iddiasına görə öncə şagirdlər arasında mübahisə yaşanıb. Oğlu hücuma məruz qaldığı üçün sinif yoldaşından şikayət edəcəyini deyib. Elə dava da müəllimlərin hadisədən xəbər tuta biləcəyinə görə baş verib. Uşağım boğub, boğan anda mənim övladım, yəni mənə toxunma, mən səni şikayət eləyəcəm. O zaman onu ayaq yoluna apararaq təpik, yumruq, yəni bu kimi zərbələrlə uşağın bədəndə xəsarətlər də var. Övladının döyülməsinə görə şahidçi olan valideyn təkcə bu hadisəyə görə deyil. Eyni zamanda məktəbdə mühafizə xidmətinin olmaması və müşahidə kameralarının işləməməsinə görə də şahidçidir. Və bundan başqa məktəbin direktoru Elnur Hüseynovun öz vəzifəsinin öhdəsindən gələ bilməməsinə görə də şahid edir. Ayda Şükürova hadisə ilə bağlı məktəb rəhbərliyindən tədbir görülməsini və davanın görüntülərini istədiyinə görə təhsil ocağından qovulduğunu da iddia edir. Mən narahat edən odur. Niyə bu qədər böyük ərazidə olan uşağı, şagirdi olan məktəbin mühafizəsi yoxdur? Niyə yoxdur? Mənim uşağım yıxılsa kim cavabdehdir dediyim halda mən cavabdeh deyiləm, hara istəsə şikayət eləyib. Valideynin şikayəti əsasında hadisənin təfərrüatlarını məktəbdən öyrənmək istədi. Bildirildi ki, 275 saylı məktəbdə sinif şagirdləri arasında dava qeydə alınmayıb. Lakin döyülən şagirdin sinif yoldaşları hadisəni təsdiqlədilər. Döyülmə hadisəsi olub. Yox, olmayıb heç nə. Yoxdur, elə bir şey yoxdur. Səhv məlumatdır, səhv məlumat. Uşaq onun boğazından yapışıb, həmin uşaqlı gəlib onun qolundan yumruqlayıb. Qol sınıb. Harada olub hadisə harada? Ayağında. Maraqlıdır, 2000-dən çox şagird kontingenti olan təhsil ocağında həqiqətən müşahidə kamerası işlək vəziyyətdə deyil. Məktəbin mühafizəçiləri də çəkiliş zamanı gözümüzə dəymədi. Burada müşahidə kameraları işləyir. Bilmirəm. Burada mühafizə var burada məktəbdə? Var. Harada oturur? Yox, mən o şeylərə cavab verə bilmərəm. Bakı şəhər təhsil idarəsindən bildirildi ki, 3 gün öncə 275 nömrəli məktəbdə iki şagird arasında münaqişə baş verib. Məsələ ilə bağlı şagirdlərin valideynləri məktəbə dəvət edilib. Valideynlərə övladların davranışın diqqətinin artırılması ilə bağlı müvafiq tövsiyələr verilib. Eyni zamanda məktəb psixoloqu tərəfindən uşaqlara müvafiq dəstəkləyici tədbirlər görülüb. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir. Rəşad Vəkiloğlu, Nadir Zəllov, Space xəbər.